Mən Aygün xanımı səhnədən sevmişəm. Sonra uşaq vaxtı Bənövşə Şah xorunda oxuyanda, o vaxtı ASTV-nin, Azərbaycan Televiziya və Radiosunun Bənövşə Şah xorunun konsertləri olanda, bayram konsertləri olanda, Novruz bayramı, yeni il şənliklərində, onda da Aygün xanımı görürdük. Elə baxırdım mən Aygün xanıma. Maşallah olsun, Aygün xanım nə vaxt necə gözəl idi, indi də elə gözəl qalıbdır. Və bizim bir də özəlliyimiz var. Bu özəlliyimiz nədir? Aygün xanım da Dolça bürcüdür, mən də Dolça bürcüyəm. Və Aygün xanımın gücü, gözəlliyi və heç vaxt təslim olmamağı, hər zaman mübarizədə olmağı mənə güc verir və düşünürəm ki, Aygün xanımdan çox şey öyrənmişik. Və sənə etiraf edək ki, Dolçaların gözəlliyi məsələ həqiqətən də möhtəşəmsiniz, səhnəmizə yaraşırsınız. Təşəkkür Yaxşı varmısınız. Çox sağ olun, var olasınız. Çox sağ olun. Təşəkkür edirəm, var olasınız. Sizə də təşəkkür edirəm. Var olun, özəlsiz. Mən bir günəş sönməz atəş odlu ürək. Günəşəm mən sizin ay günəm. Məhəbbəti, sadaqəti, gözəlliyi sevirəm. Çünki mən ay günəm sizin. Əvvəla təbrik eləyirəm Aygünü. Yəqin ki, bura gələnlər hamısı təbrik eləyəcək. Can sağlığı arzulayaq. Uzun ömür arzulayaq, yaradıcılıq uğurlarının daha böyük olmasını arzulayaq. Bu hamısı ağla gələn, dilə gələn kəlmələrdir təbii ki, xoş kəlmələrdir. Aygün bunların hamısına layiqdir. Mənim Aygünlə münasibətim xüsusidir. Çünki ilk addımlarından Aygünün biz görüşdük və o gündən bu günə qədər kiçik fasilələrlə bərabər yürüyürük, necə deyərlər. Və demək istəyirəm ki, Aygün Kazımova Azərbaycan musiqisində, ümumiyyətlə Azərbaycan musiqisində önəmli bir fiqurdur, önəmli bir şəxsiyyətdir, önəmli bir musiqiçidir. Çünki 90'ların ortalarında, 80'ların sonunda, 90'ların ortalarında Azərbaycan əyləncəli musiqisinə yeniliklər gətirdi. Necə deyərlər, zəlzələ oldu Azərbaycan əyləncəli musiqisində. Aygün gəldi səhnəyə, yeni üslub gətirdi, yeni tərz gətirdi, yeni repertuar gətirdi. Və ondan sonra gələn müğənnilər, qadın müğənnilər, qız müğənnilər böyük ölçüdə Aygünə bənzəməyə çalışdılar. Və bu da təbiidir. Çünki Aygün həm fiziki gözəlliyi, insani gözəlliyi, həm də daxili gözəlliyi insanları cəlb edirdi. Yeni oxumaq istəyən müğənniləri cəlb edirdi. Və ona bənzəmək istəkləri də mən təbii görürəm buna. Və əminəm ki, Aygünün repertuarı ömrü boyu oxuduğu mahnıların hamısı Azərbaycan musiqi mahnı sənətində şərəfli bir yeri tutur və gələcəkdə də tutacaq. Mən Aygünə yeni uğurlar arzulayıram və mən də Becin bir qırağından tutmağa çalışacağım. Çox sağ olun. Mən bir günəş sönməz atəş odlu ürək. Günəşəm mən sizin ay günəm. Məhəbbəti, sadaqəti, gözəlliyi sevirəm. Çünki mən ay günəm sizin ay günəm. Mənə elə baxma, mənə belə baxma. Elə belə
sevirəm mən. Ay var, gün var, sevgi dolu bir ay gün var. Herkes məni çox sevir çünki mən sizin ay günəm. Mənə elə baxma, mənə belə baxma, elə belə baxma, məndən yoxdur heç yerdə. Mənə elə baxma, ürəyimi sıxma, dağa daşa çıxma, məndən yoxdur heç yerdə. Bilirsiniz, mən bunu belə ürəklə söyləyə bilərəm ki, Aygün Kazımova üçün ən böyük hədiyyə onun səhnələridir. Və mən arzulayıram ki, bu yeni yaşında o ən çox xoşbəxt olduğu məkan, ən çox xoşbəxt olduğu səhnə məsələ onun çıxışlarıdır. Və ona 2026-cı ildə bol səhnələr arzulayıram. Belə cavab verərdim sizin sualınıza. Məsələ nədir Aygün Kazımova öz sözünü musiqi ilə, sənəti ilə deyil. Bəs sizin fikrinizcə nəyi daha ehliliklə edə bilər? Aygün Kazımovaya bu sualı versəniz, əminəm ki, o da bu cavabı verəcək. Hələ işlər qarşıdadır. Aygün Kazımovadan hər şeyi gözləmək olar sözün yaxşı mənasında. Ümumiyyətlə, mən onu başqa bir planet adlandırıram. O, mənə elə gəlir ki, bu həyata bayaq mən öz Instagram hesabımdan da yazanda söylədim ki, o, hər bir insanın bir missiyası vardır bu həyatda. Onun isə missiyası bu ölkənin nömrə biri olmaq, ulduzu olmaq və hər dövrdə aktual olmaq. Bu onun çiyinləri üzərindədir. Bu missiya Azərbaycanda ona həvalə olunub Tanrı tərəfindən. O, onsuz show biznes belə əminliklə söyləyim ki, çox darıxdırıcı və çox maraqsız olardı. Yaxşı ki, bizim Aygün Kazımovamız var. Çox sağ olun. Sağ olun, sağ olun, sağ olun. Aygün Kazımovanı çox cürə təbrik etmişəm. İndi düşünürəm ki, nə cürə təbrik edim ki, həm fərqli olsun, özü kimi gözlənilməz olsun. Aygün Kazımova cəsarət deməkdir. Aygün Kazımova dəyişməkdən qorxmamaq deməkdir. Və düşünürəm ki, Aygün Kazımova min illərin yaddaşından, yerdən, göydən, aydan, günəşdən qabaq yaranmış bir varlıqdır. Fərqlidir. Özü, sözü, olduğu yer hadisədir, olaydır. Və Aygün Kazımovanı təbrik edəndə ona arzularımı bir dəfə çox maraqlı bir şeylər demişdim. İllər sənə vız gəlsin, problemlər ayağına toz gəlsin, qış da sənə yaz gəlsin, minor notların saz gəlsin, ən gözəl layihələrin caz gəlsin, ən gözəl mahnıların bizim üçün yaz gəlsin. Ay maşallah. Teşekkürler. Sağ ol, sağ ol, sağ ol. Mən bir günəş sönməz ateş odlu ürək. Günəşəm mən sizin ay günəm. Məhəbbəti, sadaqəti, gözəlliyi sevirəm. Çünki mən ay günəm, sizin ay günəm. Mənə elə baxma, mənə belə baxma, elə belə baxma, məndən yoxdur heç yerdə. Mənə elə baxma, ürəyimi sıxma, dağa daşa çıxma, məndən yoxdur heç yerdə. Mənim olsun incə qəlblər, sərif güllər. Səmanı, dənizi sevirəm mən. Ay var, gün var, sevgi dolu bir ay gün var. Herkes məni çox sevir çünki mən sizin ay günəm. Mənə elə
Başa çıxma məndən yoxdur heç yerdə. Aygün xanım bizim illərlə qulaq yoldaşımız, illərlə zövqümüzü formalaşdıran adamdır. Ona can sağlığı arzulayıram. Arzu edirəm ki, ondakı bu həvəs, ondakı bu eşq, musiqi salnaməsi yazılır hansı ki, heç vaxt sönməsin, daim sağlam olsun, yaşasın, yaratsın. Sağ olun. Mən bir günəş sönməz ateş odlu ürək. Günəşəm mən sizin Hər kəsi xoş gördük. Aygün xanımı təbrik edirəm. Hər zaman gözəl günlərinə gələk. Doğrudan da sənət və yaradıcılığına baxsaq, hər il fərqi yoxdur. Keçmiş, indi, gələcək. Yəni o zövqü formalaşdıran bir xanımdır. Buradan da onu öpürəm. Təbrik edirəm. Bugün burada olmaqdan da məmnunam. Bugün oxuyacaq dözmədi qəlbim. Doğrudan da Aygün xanımı görəndə insanın qəlbi dözmür. Həyəcandan. Sağ olun. Hiç inanmıram ki bugün bizim Aygün'ümüzün bu kadar yaşlı olur. Öyle her zaman bizi 25 yaş kimi görmüşük. Sevmişik, dostluk eləmişik, illərdir. Dostluğumuz 30 ildən çoxdur belki mesafesi ama her zaman birbirimize sadığız. Ben onu severim, o beni sever. İkimiz de dolçayıq. Bugün onun ad günüdür, 31'dir, mənim də ad günümdür. Ona görə birbirimizi yaxşı başa düşürük. Dolçalar biz çok sadiq olur. İnsan seven olur. Özümüzü tərifləmirik, sadece olarak olduğumuzu deyir. Aygün de bu iller ərzində her zaman parıldayır, zirvelerde. Min cür belə ki, texnoloji vasitələrlə səhnəyə çıxa bildiyiniz kimi cürbəcür səhnəcilər, səhnələr düzəldir. Xaricdən təxəssüslər çağırır. Bir çox böyük, ən böyük proyektlərdə iştirak edir. Ona görə bugünkü gündə ona ancaq əlbəttə ki, əsas birinci can sağlığı arzu edək. Səhnə fəaliyyəti daha da bol olsun. İnşallah ən böyük zirvələrdə tədqiq. Biz ki, mahnı çıxan kimi hit olur. Ona görə onu çox təbrik edirəm. Bugün yeni mahnısı çıxacaq. Böyle gözəl, özəl gündə ona uzun ömür can sağlığı arzu edirəm. Hər zaman parıldasın bizim Aygünümüz. Bəs siz doğum gününüzü həmkarlarınızla keçirəcəksinizmi? Ya doğum günü, ya hələ mən sözü necə xoşlamıram belə doğum günü keçirdim. Bu nəsə vaz keçdim. Həm də belə 49 olur da inşallah qismət olsun. 50 yaşımızdan bir şey keçiririk. Qismət olsun. Çox sağ olun. Best of Aygün layihəsi də olacaq bu yaxın günlərdə belə işləyəcəm. Yəqin ki dəvət almısan bəlkə də. Dəvət almısan. Bəli. Hansı mahnı üzərində işləyirsən? 90'ların başlığında oxuduğu bir mahnı vardı Aygün xanımın. Vaqif Gərazayevin bəstəsi olan Əllərini uzat gülüm. Yaşa mahnıdır. Bugün Aygün xanıma sürpriz eləyəcəyik səhnədə. Biz hazırladıq. Qısa bir vaxt ərzində bu mahnını hazırladıq. İnşallah ki, bugün oxuyacağıq. Sürprizimizi musiqili şəkildə eləyəcəyik. Sənin də tərzindən çox maraqlı olacaq, inanırıq. İnşallah ki. Klip çəkməyi düşünürsənmi? Əlbəttə, yəni biz bilirsiniz ki, bütün mahnılarımızı kliplə buraxmağa çalışırıq. Klip çəkdirəcəyik. Mart ayında çıxacaq bildiyim qədərilə albom. O vaxtda da klip çəkdirərik, hazır eləyərik inşallah. Maşallah, ekskluzivlər verdin ancaq birimiz. Məndən biz də səni təbrik edirik. Çox sağ olun. Dünyaya gələcək, sağ-salamat olsun, inşallah uğurları bol olsun. Çox sağ olun. Təşəkkür edirəm Allah. Həsrətli olan hər kəsə qismət eləsin, istəyən hər kəsə qismət eləsin. Beləm, inşallah ki, yaxşı olar. Ad düşünmüsünüzmü? Adı bizdə. Bizdə. Hələ açıqlamırsınız. Yox. İnşallah, sağ-salamat İnşallah. gəlsin. Allah razı olsun. Təbrik Çox edirik. sağ olun. Çox təşəkkür edirəm. Var olun. Uğurlarım olsun. Təşəkkürlər. Çox sağ olun. Sağ olun. Mən bir günəş sönməz ateş odlu ürək. Günəşəm mən sizin ay günəm. Məhəbbəti, sadaqəti
qameti, gözəlliyi sevirəm. Çünki mən ay günəm, sizin ay günəm. Mənə elə baxma, mənə belə baxma, elə belə baxma, məndən yoxdur heç yerdə. Mənə elə baxma, ürəyimi sıxma, dağa daşa çıxma, məndən yoxdur heç yerdə. Mənim olsun incə qəlblər, sərif güllər, səmanı dənizi sevirəm mən. Ay var, gün var, sevgi dolu bir ay gün var. Hər kəs məni çox sevir, çünki mən sizin ay günəm. Mənə elə baxma, mənə belə baxma. Aygun xanımı ancaq bir kəlmə söz deyə bilərəm ki, Allah onu var eləsin. Çox yaşasın Aygun xanımla mən nə az nə çox 8 il bir yerdə işləmişəm, belə deyək də. O mənim canımdır, ciyərimdir, öpürəm onu. Aygun xanım ürəyimizdə, diva nömrə 1. Aygun xanım öpürəm səni. Allah min ömür versin. Amin. Yəni gör nə qədər çox istəyirəm mən bu insanı. Allah onu var eləsin. Allah sizi də var eləsin, yaxınlaşmısınız. Aygun xanım ürəyidir, bir kəlmə. Bir kəlmə, Aygun xanım doğrudan ürəyidir. Onu o da çox istəyirəm ki, bir Allah şahiddir. Eləncələ də Namiqi çox istəyirəm. Onu da deyim ki, biləsiniz, yəni elə də Namiq Qaraçıqoğlu da çox istəyirəm. Aygun xanım ürəyinə görə belə səhnəsinə görə sevilibdi. Səhnəsinə görə belə deyək də, hamı çox istəyir onu. Hamı çox istəyir onu. Amma mən onu yaxından tanıdığıma görə belə deyək də, Aygun xanımın evin içi olmuşam. 8 il bu insanın evinin içində olmuşam. Ona görə mən onun ürəyini bilirəm. O da gözəl ürəyi var, o da böyük ürəyi var ki, Aygun xanımın qapısını kimsə döyübsə gəl, indiyə qədər o adama yox deməyib o adam. Mən tanıyıram Aygun xanımı, Allah onu var eləsin. Allah onu balasını xoşbəxt eləsin, özünü xoşbəxt eləsin. İnşallah oyun olsun ki, onun balasının toyuna gələ, İlqarənin toyuna gələ inşallah. Amin inşallah. Amin. Aygun xanımı Allah var eləsin. Mən onu da çox istəyirəm ki, bir Allah şahiddir. Allah hamd olsun. Onu mən yəni sözlə deyə bilmirəm. Onu mənim gözlərim bəlkə də deyir. O kameraya bəlkə də gözlərim deyir. Çox sağ olun. Siz sağ olun, var olun. Mən sizə minnətdaram, var olun. Mənə elə baxma, ürəyimi sıxma, dağa daşa çıxma, məndən yoxdur heç yerdə. Salam, xoş gördük. Təbrik edirəm Aygun xanımı, səhnəmizin divası, əsasın qızı ölkənin. Bu günləri inanıram ki, möhtəşəm bir gecə olacaq. Elə Aygun xanıma layiq bir gün, layiq bir gecə. Təbrik edirəm. Biz onu sevirik doğrudan. Çünki o bizim Azərbaycan estradasının, Azərbaycan səhnəsinin ulduzudur, ayıdır, günəşidir. Yaxşı ki, varsınız Aygun xanım. Aygun xanım bunlar sayısız hədiyələr qəbul edildi. Məsələn, bugünkü gün də bunlar hədiyyə olmalı. Yəqin ki, Aygun xanımı təəccübləndirəcək hədiyyələr olmalıdır, mən belə düşünürəm. Çünki o hədiyyələrin ən gözəlinə layiqdir. Aygun xanımın səhnələri fərqlidir. Həm səhnələri, həm də ürəkləri. Ürəkləri fəth etməlisən ki, elə səhnələri də fəth edəsən. Çünki səhnələri fəth etmək olar, amma ürəkləri fəth etmək çətindir. Aygun xanım hər ikisini fəth edir. Çox sağ olun. Məndən yoxdur heç yerdə. Mənə elə baxma, ürəyimi sıxma, dağa daşa çıxma, məndən yoxdur heç yerdə. Qəlblər, sərif güllər, səmanı dənizi sevirəm mən. Ay var, gün var, sevgi dolu bir ay gün var. Hər
Mən bir günəş sönməz atəş odlu ürək. Günəşəm mən sizin ay günəm. Məhəbbəti, sadaqəti, gözəlliyi sevirəm. Çünki mən ay günəm, sizin ay günəm. Mənə elə baxma, mənə belə baxma, elə belə baxma, məndən yoxdur heç yerdə. Mənə elə baxma, ürəyimi sıxma, dağa daşa çıxma, məndən yoxdur heç yerdə. Mənim olsun incə qəlblər, sərif güllər. Səmanı, dənizi sevirəm mən. Ay var, gün var, sevgi dolu bir ay gün var. Hər kəs məni çox sevir, çünki mən sizin ay günəm. Mənə elə baxma, mənə belə baxma. Şarap, 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 şarap sevgilim. Şarap, 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 şarap süz. Şarap, 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 şarap o sevgilim. Yol üstünde bir kafede biz yapıştan gizlenen de gözlerinden okuyurdum, bəxtə verdin sen de mende. Sahil boyu kum üstünde uşak kimi kaçan günler. Saçlarıma sığal çekip mene gönül açan günler. Açan günler sevgilim. Badelere bade değmesin gözsene. Bir gelip çıksana sevgilim süssene. Badelere bade değmesin gözsene. Bir gelip çıksana sevgilim süssene. Şarap, şarap, şarap süt. Şarap, 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 şarap o sevgilim. Gilim, gilim. Yol üstünde bir kafede biz yapıştan gizlenen de gözlerinden okuyurdum, bəxtə verdin sen de mende. Sahil boyu kum üstünde uşak kimi kaçan günler. Saçlarıma sığal çekip mene gönül açan günler. Açan günler sevgilim. Badelere bade değmesin gözsene. Bir gelip çıksana sevgilim süssene. Badelere bade değmesin gözsene. Bir gelip çıksana sevgilim süssene. Şarap, 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 şarap sevgilim. Şarap, 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 şarap süt. Şarap, 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 şarap o sevgilim. Medianın marağı Respublikamızın Xalq Artisti Röya xanımın burada ifası, tədbirdə iştirakı, amma bu aradan bilinir. Röya xanım Aygün xanımın təzə mahnısını paylaşıb və altda yazıb ki, ürəyim axşam görüşərik. Mən həm bu vasitə ilə, düzdür, məni sıkışdırmışsınız bura. Bu mikrofonlar vasitəsilə bütün fanatlar, Röya Aygün fanatlarına demək istəyirəm ki, bundan sonra rahat yaşayın, çalışın bir-birinizə söz atmayın. Çünki bu iki öndə gedən simalar böyük bir layihələr eləyəcəklər və bizlər də buna hər birimiz şahidlik eləyəcəyik. Aygün xanımı isə nə arzu eləyə bilərəm? Həyatda hər bir şey edib. Bayaq fikirləşdim, yaxşı ChatGPT var, o ilə məsləhətləşdim.
Aygün Kazımova bütün arzuları reallaşıb. Yəni okeanın o tərəfində Snoop Dogg'la duet oxuyub, ən böyük Crystal Hall'da konsert verib. Yəni ürəyi istədiyi hər bir Filip Kirkorov kimi insanla duet oxuyub. Amma mən bir dənə Aygün Kazımovadan onu arzulayıram ki, Aygün Kazımova Məstanın, yəni İlqarənin uşağını qucağına alsın və mən Nənə Aygün'ü görmək istəyirəm. Təsəvvür edin ki, Şample ilə Nənə Aygün. Vəssalam, can sağlığı, uzun ömür. Həyatda pul gəldi, gedərdi, amma sizin yerinizə heç kim gəlməyəcək. Çünki siz Azərbaycan estradasının səhərlər sevgisini bizə bəxş edən günəşi, axşamlar da sərinliyin bizə həss edən və bizi gözəl bir yuxuyan Aygünüz. Nə gözəl özünüzü necə hiss edirsiniz? Özün görürsünüz, danışıram, şəkərim qalxır. Özünüzü necə hiss edirsiniz? Yox, mən sizə bir söz deyim. Sağlamlıq bugün çox öndədir. Mən Vado müəllimə təşəkkür edirəm. Mən bir həftə icazə aldım və İsa Şükürov bu həftəni aparacaq. Onsuz da mən 28-i Moskvaya gedəcəkdim. Həkimim də Yeganə xanım mənim nevropatoloqum. Onun yoldaşı da bilirsiniz ki, çox tanınmış ürək həkimidir, kardioloqdur. Məndə panik atak var imiş, amma mən bunu heç vaxt bilmirmişəm. Və panik atak da gizli olduğuna görə sağ olsun buradan Təranə xanımın o Musa Musayevin mahnısı məni o həddə gətirdi ki, mən verilişdə özüm pis elədim və indi klinikada çəkmirəm, reklam olmasın. Bir gecə qaldım. Amma bugün ambulator müalicə alıram. Əslində mən bura gəlməməli idim. Amma dedilər ki, get, istirahət elə, əylən və küçəyə çıx, gəz, panik atakı gəzməyid. Amma efir mənə əgər stres yaradırsa, efirə getməliyirlər. Ona görə də Vado müəllim mənə bir həftədə istirahət verdi. Gəlin həftənin ilk günü qızımla bir yerdə efirə çıxmaq istəyirəm. Heç qızımla da qalmıram. Həkim deyib ki, tək qal. Pencərələri bağlanam, qaranlıq olsun, telefonun səsini al. Yeni bir telefon almışım. Yalnız əzizlərim bilir, 3 nəfər ki, ekstra olanda zəng vursunlar. Mütləq, yəni heç nəyə fikir verməməliyəm. Biz sizi çox sağ olun. Hər şey yaxşı olacaq. Allah var eləsin, hər birinizi var olun. Hər biriniz məndən yazdınız. Doğrudan da özümü çox sizə yaxın bir insan kimi hiss elədim. Buna görə Allahıma şükür edirəm ki, şükür Allah'ın bu gününə ki, sizin üçün bəzi müğənnilər o qədər maraqlı deyir, amma mən maraqlıyam. Hər biriniz var olun, sayənizdə biz bu günləri sözümüzü deyə bilir hər birisi. Çox sağ olun, var olun. Sizi çox yormayaq, bəli. Belə deyəcəm sizə, məsələ orasındadır ki, biraz küskünlük deməyim, amma kənardan biraz baxırdım ki, nələr baş verir ümumiyyətcə. Sonra başa düşdüm ki, artıq yavaş-yavaş daha belə maraqlı bir şəkildə qayıtmağın vaxtıdır. Və artıq il başlayandan köhnə komandamız Türkiyədən gəldi. Böyük bir keyslə, yepyeni mahnılarla, hətta mahnılarla deyil, artıq projelərlə qayıtdılar. Və inanın ki, çox yaxında sizi çox gözəl projelər gözləyir. Mən inanıram ki, sizin hər biriniz çox bəyənəcəksiniz. Çünki inanıram ki, bir də gözləntinizlə üst-üstə gələcək. İnşallah. İnşallah. Çox təşəkkür ederim. Çox sağ olun. Orada Aygün Kazımova gəlib oxuyana qəhvə verirdim. Çünki müzik Azərbaycanca danışmaq lazımdır. Və 28-də köynə dəyirman var. Mən motorik deyildim. Mən heç kim tanımırdı, mən ofisar işləyirdim. Sonra mənim anam Qaraşuqda Mədəniyyət Sarayında işləyəndə Aygün xanım orada konsert verdi. Sonra belə vaxt gəldi ki, mən Aygün Kazımova'yı 3 dəfə prodüserlik fəaliyyətimiz olub və mən bundan çox xoşbəxtəm. Və bu günləri çox az sayıda olan var. Onların içində hər biri mən oluram. Buna görə çox şadam ki, ölkənin əsas təbliği. Çünki ölkənin əsas uldusunun 55 yaş tamam olur. Və bayağı Elə bir insan ad günündəyəm ki, mənə ümumiyyətlə ilk sənətə başlayanda Aygün xanım dəstək olub, bilirsiniz. Mənim sənətimdə onun çox böyük rolu var.
və illər keçdi, biz onunla çalışmağa başladıq və nə xoş ki, mənim Aygün xanımın repertuarında mənim mahnılarım, bəstələrim var. Mən ona can sağlığı, xoşbəxtçiliyi arzu edirəm. Uzun ömür arzu edirəm. Hər zaman səhnəmizdə olsun.